Qalu bəla nə deməkdir? Yəni qalu bəla kəlmə tərcümələrinə baxsaq, qalu dedi, bəla bəli mənasındadır. Yəni bəli dedilər. Ümumiyyətlə bəla kəlməsinin iki mənası var. Biri bildiyimiz bəla, müsibət mənasındadır. Biri də bəli, təsdiq mənasında bəli deməkdir. Yəni qalu bəla hadisəsi Qurani-Kərimin Araf surəsində 172-ci ayətində, yəni Allah dünyanı yaratmadan öncə əvvəl bütün ruhları bir məkana toplatdırır. Yəni əmri ilə bir məkana toplatdırır və bütün o ruhlara fərman surətində, elan surətində o uluhiyyətini, rububiyyətini, Rəbliyini, ilahlığını, Allahlığını elan surətində mən sizin Rəbbiniz deyilmiyəm deyə səslənir. Fərman şəklində Ələstü bir Rabbikim deyə mən sizin Rəbbiniz deyiləm deyə səslənir və bütün ruhlar da qalu bəla, bəli deyə təsdiq eləyirlər. Yəni şahidlik eləyirlər. Şahidlik surətində əhd və sözləşmə etmişik biz Rəbbimizlə. Yəni dünyaya yaradılıb o bədənə ruhu göndərilməmişdən öncə, dünyaya insan cismani şəkildə göndərilməmişdən öncə ruhlar aləmində biz Allaha biz sözləşmə eləmişik. Yəni bir şahidlik fonunda, şahidlik şəklində bəli deyib təsdiq etmişik onun ilahlığını, onun rububiyyətini, onun uluhiyyətini, ona aid bütün hər şeyi təsdiq mənasında bəli deyib təsdiq eləmişik, şahidlik eləmişik. Və sonra isə dünyaya göndərilmişik. Bu mənada insanın Allah fıtratına, yəni biz o sözləşməni, o verdiyimiz sözü xatırlamasaq da, yəni onun bir batini mənası var, dərin mənaları var. Məna aləmində dərin mənaları var, ruhlar aləmində. Yəni bizim fıtratımıza, genlərimizə o verdiyimiz söz inanc şəklində kodlaşdırılıb. Yəni hər bir insanın içində bir inanc duyğusu kodlaşdırılıb. Yəni indi bu inanc duyğusu çölə fərqli şəkillərdə çıxsa da, bəziləri o inancını bütlərə tərəf yönəltdi, bəziləri heyvanlara tərəf yönəltdi, bəziləri şamanizmdəkilər kimi təbiətin bəzi parçalarına günəşə yönəltdi və yaxud bəzi şeylərə, buludlara yönəltdi. Yəni o insanın içindəki inanc duyğusunu fərqli şeylərə yönəltsələr də zamanla insanlar, amma o ilk verdiyimiz Allaha olan o inanc, iman sözümüzü Allah bizim fıtratımıza inanc duyğusu şəklində kodlaşdırılıb. Yəni bu hər bir insan öz fıtratına diqqət eləsə bunu hiss eləyə bilər və görə bilər. Hətta deyə bilərik ki, bir misal kimi, məsəl üçün bir lampanı insan düzəldir. Bu lampa mənəvi olaraq sanki insana söz verir ki, məni düzəldən insan, sən məni toka taxsan, mən işıq verəcəm, yəni sənə söz vermişəm işıq verəcəyimi. Yəni hər şeyin fıtratında o fıtratına uyğun bir mənəvi sözləşmə olduğunu görər insan. Hər bir şeydə, maşında da görə bilər, hansısa bir texnologiyalarda görə bilər. Eləcə də insan fıtratına baxsa, yəni o yaradılışına baxsa, onda olan duyğularına baxsa, insan bu aləmdə Rəbbini tanımaq, ona iman etmək fıtratı üzrə yaradıldığını görəcək və bunu ilkin olaraq fıtratında kodlaşdırılan o inanc duyğusunun o qalu bəladakı hadisədən gəldiyini də təsdiq edəcək. Yəni bu mənada biz hamımız
söz verib gəlmişik və bu sözünü tutmayanlar da xain olaraq adlandırılır. Yəni verdiyi sözə xəyanət etdilər. Yəni məşhur bir hadisəni əlavə eləsəm buna, əsrimizin sultanı, sahibi zaman məşhur o İslam dəccalı ilə qarşılaşanda orada ona namaz qılmayan xaindir, xainin isə sözü mərduddur, rəddir deyir. Yəni biz madəm ki hamımız Rəbbimizə söz verib gəlmişik, onu tanıyıb ona qulluq edəcəyimizə söz verib gəlmişik, onun uluhiyyətini, rububiyyətinə şahidlik edəcəyimizə söz vermişik, etdiyimizə. Demək ki, burada o sözünü tutmayanlar bir cəhətdə xaindirlər və xainlərin də o hökmü mərduddurlar. Xüsusən dövlət başında olanların hökmləri xüsusilə qəbul olunmazdır. Ona görə İslamiyyətdə ta 4 xəlifədən bəri, hətta Osmanlı İmperatorluğunda da namaz qılmayanlar dövlətin başına keçirilmirdilər. Yəni onların hökmündə istər-istəməz müəyyən xəyanətlər olacaq deyə keçirilmirdilər. Namaz qılanlar, yəni dövlətin başına keçirilirdilər. Bu cəhətdən hamımız söz verib gəlmişik və hətta deyə bilərəm ki, bəzən insan dünyada fərqli bir adamı, ilk dəfə gördüyü bir adamı görür və bu adamı sanki bir yerdən xatırladığını, yəni ona elə gəlir ki, bir yerdən xatırlayır, amma heç vaxt görməyib. Yəni dünyada ilk dəfə qarşılaşdığı bir adamdır. Yəni bu xatırlatmalar, insana xatırlatmalar da qaul-u bəlada qarşılaşdığımız o ruhların biri-biri ilə qarşılaşmasındandır. Hətta sahibi zamanın tələbələrindən Mustafa Sunqur abi, yəni o ərvah aləmində ruhların bir-biri ilə qaynaşmasını dünyadakı abilərin bir-biri ilə tapması ilə bağlı tutardı. Yəni ki bu nur dairəsində qardaşların biri-biri ilə qaynaşması ta o ruhlar aləmində belə onların biri-biri ilə qaynaşmasından irəli gəlir ki, dünyadaykən onlar artıq bir-birlərini tapıb qaynaşmağa başlayırlar. Yəni bu işin həqiqətinə də o tərəfdən də işarət edirdi, amma eyni zamanda o həqiqəti Ustad Həzrətləri fantastik bir cümlə ilə bəyan edir. Nədir? Deyir, biz qaul-u bəladan cəmiyyət-i Muhammediyyəyə daxiliz. Biz Peyğəmbərimizin cəmiyyətinə, o nurani cəmiyyətinə 14 əsrdir insanlar axın girdiyi o cəmiyyətə əslində dünyada daxil olmamışıq. Qaul-u bəladan, ruhlar aləmindən daxil olmuşuq. Orada o sözü verməklə bir mənada Peyğəmbərimizin cəmiyyətinə daxil olduğumuza da söz vermişik. Çünki bütün aləmlər onun nurundan yaradıldığına görə onun o mənəvi cəmiyyətinə daxil olduğumuz qaul-u bəladan başlamışdır. Allah bizi daima onun cəmiyyəti altında, bayrağı altında yaşatsın və axirətə də onun yenə də cəmiyyətinə daxil olaraq köçürsün və inşallah aləmi bərzahda, aləmi axirətdə də yenə onun cəmiyyətinə daxil olanlardan eyləsin bizləri. Amin, amin, amin.